Listening bölməsində effektiv performans üçün nələrə diqqət etmək lazımdır? Mən düşünürəm ki, listening bölməsində tələbələrin ən ciddi problemi yanaşma problemidir. Çünki tələbələr listening testi işləyəndə daha çox qulaq asırlar ki, görüm məsələn 13-cü sualın cavabı nədir? Və orada da çaşdırıcı məqamlar var, distraktorlar var, düzəliş eləyirlər. Ona görə o fokus 13-cü sualın cavabı nədir olanda proses daha da qarışır. Mən həmişə bu misalı çəkirəm ki, IELTS hazırlığına gələn tələbələr hər hansı bir film izləyəndə o filmin kontentinin 90%-ni rahat başa düşürlər. Yəni bu biraz qəribədir ki, sən filmə baxanda oradakı söhbətin 90%-ni başa düşürsən, amma testə gələndə eyni səviyyədə, bəlkə də ondan daha rahat bir dildə danışılan dialoqdakı hər şeyi başa düşə bilmirsən. Nəyə görə? Fokus düzgün yerdə deyil. Məsələn, mən düşünürəm ki, əgər biz audioya filan sualın cavabı nədir məntiqi ilə yox, söhbət ümumiyyətlə nədən gedir, nədən danışırlar, məntiqi ilə qulaq assa, onda cavabları tutmaq qat-qat rahatdır. Yəni ümumi söhbəti başa düşdüyün halda listeningi daha rahat işləyirsən, nəinki bir-bir sualların cavablarını tutmaq üçün fokuslananda.